Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, yaxşısınız. Şükür olsun ki, yaxşısınız. Mən çalışıram ki, bu kitab oxumaqdan utanmağı aradan götürəm. Utanmayaq kitab oxumaqdan, hətta yavaş oxusaq, çətin oxusaq, zorunlu oxusaq. Aleyküm selam dostlar. Xoş gəldiniz. Və bunun üçün də çalışıram gündə bir səfər heç olmasa bir kitab canlı olaraq oxuyayım. Bəlkə dostlar da əlaqəyə, eşqə, məhəbbətə gəlib kitab oxumağa başlayırlar. Və utanmayırlar. Yəni utanmağa ehtiyacı yoxdur. Ən böyük kilas insan üçün budur ki, kitab oxuyur. Və buna iftixar eləyir. Mən iftixar edirəm. Yavaş oxumağıma da iftixar edirəm hətta. Əlbəttə, mən elə yavaş oxuyan bir adamım. Sürətlə hızlı kitab oxuya bilmərəm. Oxusam da düşünmərəm. Həm də mənim bir adətim var, uca oxuyaram. Yəni, uca səsilə kitabı oxumasam düşünmərəm. Biraz zorla düşünürəm, yəni. Onun üçün hər halda. Bu günləri 12-ci səhifənin 2-ci paragrafından başlayırıq və bu bir dənə kitabdan nəqli qol idi ki, oxurduq. Umaram ki, sürətlə eləyə bilək bu günləri da biraz bir-iki səhifə oxuyaq. Ərz eləyim, kitabımız Sun Tzu'nun kitabıdır ki, Art of War adı ilə ingiliscə yazılıbdır və Türkçəyə tərcümə olanda savaş sənəti tərcümə olubdur. Bunu indirmək çox rahatdır. Eləyə bilərlər dostlarımız ki, əlaqəsi vardır bu kitabı oxumaq üçün. Ya mənlə bərabər oxumaq üçün. Bu kitabı turuz.com saytına gedilər. turuz.com saytına gedilər. Orada bu kitabın adını savaş sənəti ya ilə savaş yazsalar 2 kitab gətirəcək. Onun hər ikisi də önəmli kitabdır. Umaram ki, biz eləyə bilək o birisi kitabı da oxuyaq. Bir zaman, nə zaman olursa. Əlbəttə, mən özüm oxuram onu. O bu kitabdan çox sadə yazılıbdır. Çox sadə yazılıbdır. Dili də rahatdır. Yəni, bu kitabın dili biraz çətindir. O kitabın dili biraz rahatdır. Cümlələri bunun çox uzundur, onun cümlələri çox qıssadır. Yəni, mənim üçün ki, bir sadə bir adamam, zehnim çox da şey deyil, onun üçün mənə rahatdır. Hər halda oradan indirə bilərsiniz və bu kitabı oxuya bilərsiniz, print eləyə bilərsiniz, yoxsa istərsiniz də elə bu cürsü mənə telefonda da oxuya bilərsiniz. 12-ci səhifənin əvvəlində bir paragrafın dünən oxuduq, 2-ci paragrafından başlayırıq. Deyir ki, silahlar uğursuz alətlərdir. Top, tank, tüfək, bunlar uğursuz. Uğur yəni xeyir, uğursuz yəni xeyirsiz. Xeyirsiz alətlidirlər. Alət nə deməkdir? Ərəbcə sözdür. Vəsilə və ərəb hər ikisi alətdir. Yəni ərəbcə sözdür. Alətdir, yəni bir vəsilədirlər. Silahdan başqa çözüm qalmadığında belə soyuqqanlı olmaq gərəkir. Əgər hər yolu dənədik olmadı, biz Güney Azərbaycanda bu yolu gedirik da 100 ildir, hər yolu dənirik olmur və qətlə ama gedirik. Deyir, ondan sonra silahdan başqa yol qalmasa, yəni təhcə yol ki önümüzdə qalır, silahlanmaq olur. Deyir, onda da nədir? Soyuqqanlı olmaqdır. Soyuqqanlı olmaqdır, intiqama girməməkdir, insanları, günahsız insanları qətliam etməməkdir. Silahdan yəni oracan ki mümkün də az fayda götürməkdir.
Faydası da budur ki, düşməni az qırmaqdır. Buna deyir fayda. Açgözlülükdən qaçılmaq. Açgözlülük bilirsiniz də tamah. Tamah ərəbcə sözdür. Onun türkçəsi açgözlülükdür. Bu fikir edirəm ki, Fars şairi Sədinin də bir sözü var, deyir ki, tamahkarın gözü qəbri torpağı doldurar. Yəni belə bir şey, yadımda qədim bir şeydə eşitmişəm. Deyir ki, pəs biri budur ki, silah lazım olmadıq qədər silahdan fayda eləməyək. Yəni ən son seçənək silahdır. Gözlülükdən qaçmaq lazımdır. Mən lazım kəlmələrini özüm deyirəm ki, feil cümlə kiçik olsun, rahat bunu dərk edeyim. Tamahdan uzaq durmaq lazımdır. Zəfəri kutlamamaq yapılacaq ən iyi şeydir. Zəfəri kutlayanların gözünü kan bürümüştür və bu tür insanların dünyaya yararı olmaz. Bu Tao fəlsəfəsindən danışır. Tao fəlsəfəsi zahirən sülhücü bir şeydir, amma diqqət buyurun, sülhü silah saxlır bəşəriyyət camiəsində. Heyvan camiəsində sülhü qarın saxlır. Yəni o saniyəcən ki, heyvanlar acdır, sülhü vurur bir-birinə. Elə ki, doydu, sülhü bərqərardır. Yəni bir dənə şer ac olurkən şikarın da türkçəsi şeydir, avdır. Ava çıxar, heyvanların canına qorxu düşər. Hamı canının havlına düşər. Amma elə ki, birini tutdu, nəhayətdə onu yedi, ondan sonra heyvanlar onun dövrəsində oynarlar, onu yalarlar da hiss ediləməz. Vursalar da hiss ediləməz. Çünki onun, heyvanın sülhü yıxmağa səbəbi qarnının aclığı. İnsan isə göcazlığıdır. Bu gözün aclığı, yəni tamah, insanda sülhü vurar bir-birinə. İndi onu deyir ki, dedik, bu istədim bunu deyəm ki, Tao fəlsəfəsi düşüncəsi də düzdür ki, sülhü istəyir. Amma sülhü gördük, o bərdələri azad eləməkdə savaşdılar illər boyu. Bunun üçün deyiblər ki, sülhü saxlamaq üçün silahlanmaq gərəkir. Bəşərdə belə bir düşüncə var. Deyir, hər nə qədər silahlansa, belə sülhü çox saxlaya bilər. Məsələn, bunu biz İranda görürük. İndi neçə ildir silahlanır, amma sülhü saxlayamayıbdır. Yəni, daimən təhlükənin içində dolanır. O halda ki, bir də məmləkətlər var, bunu mən dostlarıma ərz edeyim. Japon, Alman və bir də şayət bir 30-a yaxın məmləkət var ki, ordusu yoxdur. Ordusu yoxdur. Bir də məmləkətlər var ki, nüfusu çox azdır, əslən ordu idarə eləyə bilməsin. Onlar gəliblər Amerikaya deyib, bəziləri Amerikaya deyiblər ki, səncə bizi burada ordu qoyucunan, bizi xarici həmlələrdən qoru da. Amerikada gedib burada bir, məsələn, 100 dana, 200 dana sərbaz ordu qoydu, özü xərcini verir, o millətdə xarici həmlə olsa, Amerikalılar ondan difa eləyəcəklər. Mənim də Azərbaycanın gələcəyi üçün belə bir düşüncəm var, buna yaxın əvvəllərində. Yəni, Azərbaycan Cumhuriyyəti, Güney Azərbaycan Cumhuriyyətinin quruluşunun əvvəllərində məncə biz gərək ordumuzu və məmləkətimizdən müdafiə eləməyi, millətimizdən müdafiə eləməyi öz öhdəmizə almayaq. Çünki bizim həm silahımız, həm bodcamız, həm təşkilatımız, həm təcrübəmiz yoxdur. Bunun üçün biz birinci mərhələdə Türk dövlətlərindən 8 dövlət var, 9 dövlət var əslində Qibreslə, Quzey Qibreslə birlikdə 9 dövlət, Türk dövlət var. Türkiyə, Azərbaycan Cumhuriyyəti, Qibres Cumhuriyyəti
Quzey Qıbrıs Cümhuriyyəti, Türkmənistan, Üzbəkistan, Tataristan və bunlar cümhuriyyətlərdirlər ki, biz bunların təcrübələrindən və habelə onların özlərindən bir cəmiyyət düzələ NATO kimi. O güc Türklər tərəfindən Azərbaycanı tamam düşmənlərin qarşısında müdafiə eləyə. Bu bizim üçün ən əlverişli difai bir çözüm gəlir mənim nəzərimə. Dostların da əlbəttə fikirləri önəmlidir çözümlər verməkdə. Hər halda deyir ki, indi bir millət zəfər qazandı, o birisləri öldürdü, yıxdı, dağıtdı və zəfər qazandı. Deyir ki, zəfər kutlamaq, zəfəri kutlamamaq yapılacaq ən iyi şeydir. Zəfər dedikçe ərəbcə sözdür, farsçası piruzidir, Türkçəsini bilmirəm. Türkçəsini bilmirəm təəssüflə. Deyir ki, zəfəri kutlamamaq, cəşni tutmaq, şadlıq eləməmək, yəni şadlıq. Şadlıq eləməmək zəfərə yapılacaq o ən yaxşı işdir ki, şeydir ki, görmək olar, yerinə yetirmək olar. Deyir ki, yəni niyə? Çünki bir iddə insanlar ölübdür. Siz onlardan sonra bir zəfərə, bir şadlığa girirsiniz. Bunu deyir, eləməyin, ta o da. Amma bilirik ki, bu dünyada raiz deyil və olar. Çünki siz zəfər anlamı var. Məsələn, Güney Azərbaycan inşallah istiqlalını alanda farslara zəfər çalır. Bu zəfərin anlamı nədir? Farslar daxı bizi soyquruma aparmağa, daxı bizi aradan aparmağa əlləri çatmayacaqdır. Biz bunu tutmalıyıq. Zəfəri bu anlamda məna tutmalıyıq. Necə ki, Azərbaycan Cümhuriyyəti Ermənistandan toprağın alanda, yəni bu ki, ermənilər daha özlərinə cəsarət verib, Azərbaycana həmlə edib, insanları öldürüb, milyonlar adamı yerindən didərgin salmağa bir də cəsarət eləməyəcək. Biz bu tərəfin cəşni tuturuq, yəni bu tərəfin kutlayırıq. O tərəfin kutlamırıq ki, nə yaxçı erməni öldürdük. Zəfər kutlayanların gözünü kan bürümüşdür. O adamlar ki, zəfərlərin kutlurlar, şadlıq elirlər, onların deyir, qan gözlərin bürüyübdür. Deyir, onlar yəni qana cəşni tuturlar. Dedim, bizdə bu anlam yoxdur. Necə ki, Azərbaycan Cümhuriyyətinin il dönümü cəşnlərində, ya elə o zaman ki, zəfər qazandı, mən inanmıram bir nəfər deyildi Azərbaycanda, mən bir dənə yazı belə görmədim. Bəlkə olar, amma mən görmədim. Ki, deyə, yaxşı ki, biz bir belə erməni öldürdük. Belə bir şey yoxdur. Ya, bu cəhətə biz zəfəri kutuluruq ki, erməniləri öldürmüşük. Hamımız bizim, mən gördüğüm, hamı deyirdi ki, vətənimizin azadlığı. İşğaldan azad, yəni işğaldan azadlığı biz kutulurduq. Və bu tür insanların dünya yararı olmaz. Və o adamlar ki, gəlirlər deyir, savaşdan sonra zəfəri kutulurlar, bunların insanlığa və dünyaya yarar xeyir sözünün türkçəsidir. Yaramaq. Bizim də nalə nifrinlərimizə yaramıyəsən filan vardı. Yəni xeyir görməyəsən, yaxşı olmayəsən, boya başa çatmayəsən filan belə bəhmən. Amma bunu yaramaq, yəni xeyirli olmaq. Bizdə bu var. İndi üçüncü paragrafı oxuruq. Bənzər yaxlaşım içindəki savaş sanatı da öfkə və açgözlülüyü yeniliyinin təməl nədənləri olaraq tanımlar. Deyir ki, bənzər yaxınlaşmalar, yəni bu cür taoya bənzəyən yaxınlaşma, yaxınlaşmaq, mövzuya yaxınlaşmaq, məsələyə yaxınlaşmaq, yaxınlaşmaq dedim. X sözü Türkiyədə, İstanbulcada işlənmir. Əlbəttə, Türkiyənin yarısından çoxunda X sözü, X hərfi səsi işlənir.
danışıqda, amma yazıda rəsmi dil yazıları əsasında yazılmır. Ona görə yaxlaşmaq deyir, yaxlaşmaq ya yaxınlaşmaq demir. Bənzər yaxlaşmaq, yəni ta onun fikrinə bənzər yaxınlaşmaq da içindəki savaş sənəti da yəni bu savaş sənətinə yaxınlaşmaq da üfkə yəni türkcədə fikir edirəm, əsəbaniyyət yerinədir. Üfkə, əsəbaniyyət sözü ki, ərəbcədir, onun yerinədir və acgözlülüyü yenilginin təməl nədənləri olaraq tanımlar. Deyir ki, bu iki fəlsəfə savaş sənətində öfkə, əsəbaniyyəti, narahatçılığı. Nə cür desək bunu? Bu narahatçılıq özü ərəbcə sözdür. Na farsçasıdır əlbəttə. Amma bizdə elə öfkədir daha, öfkəni deyək. Öfkə, yəni xuşunət farsça, əsəbaniyyət və acgözlülük, tamahlığın bu ikisi, üfkə, diqqət buyurun, üfkə və acgözlülük yenilginin, şikəstin, sınmağın nə idi? Təməl nədənləri olaraq tanımlanar. Yəni, şikəstin təməli, payası, bünövrəsi, əsası, onlar bu ərəbcə, türkcə sözlərdir, təməl onun əslidir. Təməl nədənləri olaraq bəllənibdir. Tanımlanıb, yəni bəllənibdir. Pəs iki şey şikəstin şeydir, dəlilidir. Nədir? Bir, üfkə, bir, acgözlülük. Normalda deyərlər ki, tamahkarı yalancı toğlar. Bu elə özü şikəstin bir əsəridir. Üfkə də əqli pozar. İnsan görürsən əsəbani olubdur, arvadına, uşağına, dədəsinə, nənəsinə, qonşusuna, şəhərdə vətəndaşına, qardaşına, dildaşına görürsünüz ki, ağzından çıxanı gəlir, deyir, bəzən görürsən ki, əlində bir bıçağı filanca düşsə, onunla da həmlə edir. Niyə? Çünki bunun ağlı pozuldu, bunun ağlı yoxdur. Bu dəlidir, rəsmən. Səfih deyil, səfih yaxçıdır. Bu dəlidir. Bu, yəni özünə və özgələrə zərər verər və düşünməz də bu. Onun üçün öfkə, yəni bu cür belə bir haləti vardı. Bu qabağı alınmalıdır. Son tutsuya görə savaşı kazanan savaşçı duyğusallıqdan uzaq, sağolluqdan, soğuqqanlı, kararlı savaşçıdır. Deyir ki, indi son tutsunun nəzərində görək ki, savaşçı nə cür bir insandır? Ruhi, rəvani cəhətdən nə cür bir insandır? Deyir ki, son tutsunun görə, yəni onun fikrində, düşüncəsində savaşı qazanan bir insan. Qazanan, yəni şikəstin yerinə, piruzun yerinə qazanandır. Baxın, burada qazan sözünü işlətdi özü. Mən üstə dedim ki, piruz və zəfər ərəbcədir, piruz farscadır. Onun türkçəsi nədir? Qazanmaqdır. Savaşı qazanan bir savaşçı nə cür olmalıdır Santossunun nəzərində? Duyğusallıqdan uzaq. Duyğu dedik, ehsas. Bizim içimizdə olan bir həyəcanlar ki, özün də bizim davranışımızda görsədə bilər. Hətta bizim davranışımızı dəyişdirə bilər. Buna duyğusallıq. Ya, məsələn, tez inanan insan. Duyğusaldır da, çün duyğusaldır. Tez fars iki cümlə desin ki, Xameneyi ya o, ya şah, ya bu birisi, ya o birisi gəlir. Bir cümlə deyir ki, hər İranlı türkdür, hər türk İranlıdır. Belə bir çelt-pert deyirlər. Sən də İranlısan, mən də İranlıyam. Ya Allah bizim hamımızı mindi.
əyilirik, palanı qoy belimizə bizi sür. Niyə? Duyğusal insanıq. Yəni biz ağlımızı işlətmirik ki. Ağlımızı işləsək nümayəndələr deyir, ağa bizim dilimiz, indi bu da şey olubdu da, bizim xoşumuza gəlib yayırıq, nümayəndələr də bizim sözümüzü dedilər. Duyğusallıqdır bu. Nümayəndə deyibdir ki, türk dili məhv olmaq halindədir. Bizim türk, Azərbaycanda dil türk dilidir. Tamam, bunu 30 ildir, 100 ildir Azərbaycanlılar deyirlər. Niyə Azərbaycanlılardan nəqli qol eləmirik, bir dənə nümayəndə deyəndə inanırıq? Çünki biz duyğusalıq, deyirik, oh, nə əcəb bir dənə farsda ya bir dənə şeydə bizim dilimizdə danışdı. Buna duyğusal deyərlər. Buna deməzsən ki, ulan bu bir dənə cümlə ilə məni istəyir şeyə, xıxırda. Duyğusallıqdan uzaq, pəs o adamlar ki, savaşı qazanarlar, qazanan savaşçılar, duyğusallıqdan uzaq, soyuqqanlı, bir-iki dəfə də demişəm, o adam ki, yəni səbirlidir. Soyuqqanlıq hətta bu mənaya deyə bilirik, səbirli. Farsca ilə xunsər deyirlər də, xunsər də adam, dözümlü, dözümlü daha yaxşıdır. Dözümlü, yəni özünə macal verir, mənim bu duyğularım keçsin, sonra mən görüm nə etməliyəm. Soyuqqanlı, kararlı savaşçıdır. Kararlı nə demək? Kararlı yəni bu ki, bu soyuqqanlı olduğu üçün, tamahkar olmadığı üçün, acgözlü olmadığı üçün, üfkəli olmadığı üçün qərar verir. Qərar nə demək? Farsca təsmin. Qərar verir. Təsmin tutur ki, mən istiqlala tərəf, tamam işlərim gərək istiqlala tərəf olam. Hər nə nümayəndələr, şah, rejim, istilaat, ustandar, fərmandar, imam-cümə deyir, desin. Bunların sadəcə Cumhuri İslami Farsı ömrün çoxaltmağa çalışırlar. Məni qərarından çevirməyə və öz xidmətlərinə gətirməyə çalışırlar. Bu bir savaş yöntəmidir. Mən bunu biləndən sonra tamam. Onlar hər nə deyirlər, mən qərarlıyam Azərbaycanın istiqlalına. Dostlar, beləsi. Yəni qərarlıq bu cür. Yəni mən bir dəfə bu nəzərə yetişmişəm ki, Azərbaycanın bir yolu var və o da istiqlaldır. Qutardı getdi. İndi burada farslar hər nə oyun gətirirlər, farsların məmurları ki, türkdülər. Ya türklüklərin bilirlər, ya türklüklərin bilmirlər, amma türkçü nə deyir ki, mən, məsələn, coş deyir, türkçə deyir, mən özüm də türkəm, mən özüm də Təbrizliyəm, mən özüm də Ərdəbilliyəm, mən özüm də Zəncanlıyam, mən özüm də Qəzvinliyəm, mən özüm də Həmədanlıyam, mən özüm də filanam. Yox. Sən özün coş deyəcəksən, denən ki, bir fars, qoy farslara de. Denən mən də bir farsam. Coş deyəndə, denən mən bir farsam. Amma farslara coş de. Sənin haqqın yoxdur ki, deyəsən, çün mən türkəm, türkə tohin eləyə bilirəm. Təhqir eləyə bilirəm. Heç kəsin haqqı yoxdur. Heç kəsin haqqı yoxdur türk adına türkləri təhqir edir. Bu, iki dənə mənası var. Ya dövlət məmurudur, pul alır bu işi görür, ya da düşünmür bu işi görür. Hər ikisində də Azərbaycana xiyanət edir. Və türklərə xiyanət edir. Xiyanətin boynuzu olmaz. Mən də bilmərəm, bir şey deyərəm ki, xiyanət olsun. Bizim dostlarımız bilərə, bilməyələr, gələnə casus, gedənə casus. Amma nə casusu? Bir nəfər Azərbaycan yolunda çalışır, iştibah da elə bilər. Bu iştibah onu casusluğa çevirməz. Biz hər insana tohin eləməklə, möhr vurmaqla onları işlərindən qoymayaq. Bu nə adətidir, bizə gətiriblər və soxublar zehnimizə. Hər kəs bizim kimi fikir eləməsə casusdur. Hər kəs bizim kimi rəftar eləməsə casusdur. Niyə? Bu doğru deyil. Biz milaç deyilik ki, dostlar. Baxın, mən bir dənə kiçik mətləb yazmışam. Bu günləri qoyacağım, görəcəksə, çox kiçik. Həqiqət nədir? Həqiqəti nə cür təşxis vermək olar? Baxın, indi deyək ki, mən
xiyabanda keçirdim. Bir dənə qızıl üzük tapmışam. Bir dənə elə bu misalı vursam yetər. Həqiqət budur ki, orada bir ərzişli bir şey var, mən tapmışam. Həqiqət budur. Ehtiyacım da var. Çox da ehtiyacım var. İşsizəm, kirayəm keçibdi, filan, bəhman, buna verməliyəm. Həqiqət budur ki, mən bunu deyirəm ki, bunu tapmışam, bunu xərcləyim. Mənim gözümdən ehtiyacıma görə bunu xərcləmək mənim haqqımdır. Yerdən tapmışam. Salmaydı yerə, mən nə? Amma biri də onu aparırmış sata, gətirir evinin kirayəsini verər, uşağına yemək ala. Onun gözündən həqiqət nədir? Onun gözündən həqiqət budur ki, mən bir varım var idi, onunla uşaqlarımın qarnını doyduracaqdım, amma salmışam, itirmişəm. Onun zehnindən hər kəs onu tapsa qeytərməli, verməli, amma bunun zehnindən ki, acdır, onu almalı. Oğru da bu cürdür. Oğurlara da baxın, elə bu da bu cürdür. Yəni, amma indi Azərbaycan məsələsinə gələndə, baxın, biz türkük. Bizim gözümüzdən biz türkük. Həqiqətdir bu bizə. Farsların gözündən bizim türklüyümüz onlara zərər elər. Bizim türklüyümüz danmaqları gərəkir. Həqiqət onların gözündən budur ki, biz gərək türklüyümüz danıla və bizə qəbul etdilər ki, siz türk dəyirsiniz, ta nə ola? Onların mənafeyi təmin olar. Pəs həqiqət mənafeyə bağlıdır. Zamana bağlıdır, şəraitə bağlıdır. Mən bunu çox uzatmayayım, bəlkə bir ayrı bəhslərdə deyərəm bunu. Ya lazım olsa bu haqda danışarıq. Həqiqət insanların, millətlərin şəraitinə, içində olduqları şərtlərə, ha belə həqiqət insanların mənfəətlərinə və zərərlərinə bağlıdır. Yəni bizim zehnimizə bağlıdır. Zehnimizdə olan proseslərdir ki, bir şeyi bizə həqiqət ya xeyri həqiqət göstərir. Amma həman bir şey vahid bir şey. Azərbaycan müstəqil olmaq bizim gözümüzdən bir həqiqət gərək olsun, həqiqət olmalıdır. Farsların gözündən bir dənə ayrı cür baxırlar, yox, olmamalıdır. Çünki bizim mənfəəti, milli mənfəətimizdən bu düzdür, onların milli mənfəətindən düz deyil. Diqqət buyurursunuz, həqiqət belə bir, həqiqət adında bir şey yoxdur. Həqiqət mənim düşüncəmdir. Mənim düşüncəmdədir. Mənim mənfəətimə olsa həqiqətdir. Mənfəətimə olmasa həqiqət deyil mənim üçün. Bir ayrı üçün həqiqətdir. Əlbəttə çox az insanlar var ki, öz mənfəətlərində olmasa deyirlər ki, bu həqiqətdir. Bu da az insandır. Amma dünyada mənfəət var. Baxın, dünyanın hər yerinə getsəz insanlar mənfəət əsasında hərəkət edirlər. Siyasətdə, iqtisadda, ticarətdə, hər şeydə mənfəət əsasında hərəkət edirlər. Millət olaraq xüsusən. Öfkəli, qızğın, öç alma peşində olan savaşçı kaybetməyə məhkumdur. Hangi savaşçı qaybetməyə, şikəst yeməyə? Baxın, bayaqdan dedi ki, qazanılan savaşçı, yəni qazanan piruz, müzəffər bir savaşçı kimdir? İndi deyir ki, qaybedən savaşçı, yəni şikəstləyən savaşçı. Şikəst farsça olduğu üçün biz bunun qaybedən türkçəsidir. Qaybedən savaşçı pəs nə cür? Öfkəli, əsəbani, xəşin. Qızğın yenə deyirlər əsəbani. Hətta narahat. O ki, ağlı başında deyil. Qızğın bu anlamdadır. Öç alma, intiqam sözünün türkçəsi fikir edirəm öç olacaqdır. Öç alma, yəni intiqam. İntiqam ərəbcə sözdür. İntiqam alma peşində olan, peşində dalısınca. Bu yolu gedir ki, mən intiqam alacağam. Peşində olmaq, yəni bu. Şayət piş sözündən gələ, qabaqdır da, yəni bilirsin. Peşində olmaq, yəni bu şeyə getmək. Hər halda, bəlkə oradan gəlir. Bəlkə də peş sözü bizdə elə bu anlamdadır. Olan savaşçı, yəni 3 dənə xüsusiyyəti olan savaşçı utuzmağa məhkumdur. Qayb etməyə məhkumdur. Nədir? Öfkəli, qızğın, öç
alma, yəni intiqam alma peşində olan savaşçı kaybetməyə, yəni şikəst etməyə məhkumdur. Tao Te Ching der ki, o bir dənə ayrı bir yazardan danışdıqda, dedi ki, Tao Te Ching adında bir yazar var, kitap yazıbdı və o da dedik ki, uzaq doğu qulları azad eləyəndə Çində bu məktəbdən istifadə elədi, bir kitab yazdılar. Onlar o kitabda deyir ki, əskərlikdə başarılı olanlar əskərcilik yapmazlar. Əskərlikdə, əskər ərəbcə sözdür. İmam Həsən Əskəri də ki deyirlər, Həsən Əskəri də ömrünün deyirlər. Bilmirik ki, var ya yox belə bir şey. Deyirlər ki, ömrünün əvvəlindən sonuna qədər nizamiyyədə qalıbdır, əskəriyyədə qalıb, orduda qalıbdır. Orduda arvad girə bilməz içəriyə, dostlar. O zaman ordu kişilərin olardı. Girməzdi, bir arvad qoymazdı ora. İmam Həsən Əskəri də öləndə də çox cavan ölübdü zahirən, elə orduda ölübdü. Bunun uşağı ola bilməzdi. Yəni 12-ci imam ola bilməzdi. Çünki əvvəl gərək buna bir arvad gəliydi. Sonra bu arvadla o nizamiyyədə bunun eləyə biləydi, eşq-i məşuqiyyə keçə bilər. Sonra bu arvad gərək hamilə olaydı. Sonra gərək bu arvad doğaydı və bu doğanda əbə lazımdır. Mama biz deyirik bizim kətlərdə. Türkiyədə əbə deyirlər. Lazımdır ki, bunu doğuzdura. Sonra buna yemək, içmək lazımdır. Bunu da ordu bilər. Bura bir arvad gəldi. Tamam, bunu bir gün, 2 gün, 10 gün, 100 gün gizləmək olar. Amma da biləxərə bunun yemək, içməyi dəyişiləcək. Bunun, məsələn, nə bilim, çox şey dəyişiləcəkdir. Yəni, sonra da bu doğacaqdır. Doğanda da bir dənə cavan oğlan bunu doğuzdura bilməz təbii ki. Bunlardan, bu bəhslərdən keçək, amma bunlar şeydir. Deyir ki, əskərlikdə, əskər dedik ki, şeydir, ərteş. Əskərlikdə, yəni o dövrə ki, sərbazçılıqdır. Sərbazçılıq farsça deyirlər. Deyir ki, bizdə Türkçədə ordudur. Bu şey dilində, Hindistanda da və Pakistanda da bir dənə dil var, adına ordu dili deyirlər. Pakistanın rəsmi dilidir, əgər iştibai eləməsəm. Pakistanın ikinci rəsmi dili də ingilisidir. Onlar bizə tay deyirlər, bizdən çox ağıllı olduqları üçün. Lağəl dünyanın hər yerinə geçsələr, bu ingilisi dili onlara köməklik edir ki, işləyə bilərlər. Hər halda, bizdə ordudur. Ordu adamı əskərlikdə başarılı müvəffəq olan bir olanlar əskərcilik oynamazlar, yapmazlar. Deyir ki, onlar ki, əskərlikdə müvəffəq əskərdilər, fərmandehlər. Deyir, bunlar sərbazçılıq, əskərcilik təhqir eləmək anlamındadır. Məsələn, deyirik ki, Məmmədcik. Çünki Həzrəti Məhəmməd deyirik biz Türkçədə. Və heç kəsin adın cəlib budur. Türkçədə Məhəmməd qoymurlar, Məhməd qoymurlar. Deyirlər ki, Məhəmməd desən, Həzrəti Məhəmmədin gərək şənində olasan. Çünki şənində olanmasan, Məhməd deməlisən. Məhməd dedin, indi sərbazçılara nə deyirlər? Deyirlər, Məhmədcik. Yəni, bunlar ki, istəyirlər Həzrəti Məhəmmədin yolun yansısınlar, təqlid eləsinlər, geçsinlər. Onun üçün bunları biraz aşağı görürük. Olardı Həzrəti Məhəmmədlə qiyasda. Burada da onu deyir ki, cilik, yəni bu işdə çalışmaq yapmazlar. Deyir, bunlar oturub sərbazçılıq eləməzlər, bunlar şey elərlər. Savaşda iyi olanlar qızmazlar. Onlar ki, savaşda iyidirlər, yəni yaxçı savaş, iyi yaxçı. Yaxçının bir ayrı mənasıdır, Türkçədə elə. İyi olanlar, savaşda iyi savaşanlar, yaxçı savaşanlar qızmazlar, əsəbani olmazlar. Qızmaq əsəbani deməkdir, dəqiqən. Öfkə, xuşunə, narahatlıq və əsəbaniyyətdir. Qızmazlar.
düşmanlarına qarşı qalib gələnlər düşmanlarına qarşı hər hangi bir duyğu bəsləməzlər. Deyir, o adamlar ki, ordudadılar, bunlar düşmanlarına qarşı qalib olanda, düşmanlarına qarşı qalib ərəbcə sözdür. Biz onu zəfər də ərəbcədir. Biz dedik, burada nə mənə qazanan, düşmanlarına, amma qarşı söz gələndə ayrı üçün qazanmaq qarşıda olmur. Onun üçün cümlədə deyişir. Düşmanlarına qarşı qalib gələn əskərlər neynərlər? Düşmanlarına qarşı hər hangi bir duyğu bəsləməzlər. Sən düşmənə aşiq olanmazsan. Sən düşmənə deyənməzsən ki, rəhm eləyək, mərhəmət eləyək. Bunu deyənməzsən. Çünki düşmən, bunu şey dediyin şikəst yərsən. Düşməni neynəyəcəyəm? Düşmən düşmənlik edir. İndi baxın, biz keçən yüzildə farslarla düşmənlik eləməmişik. Bu bizim əhmaqlığımızdır. Çünki düşməni təşxis verməmişik. Bəllidir. Düşmən bizi düşmənlik eləyib, qətli am eləyibdir, öldürübdür, dilimizi, özümüzü, varlığımızı, hüviyyətimizi, türkçülüğümüzü danıbdır, inkar eləyibdir, bizi brainwash eləyibdir. Amma biz nə demişik? Necə demişik? Onlara duyğu hiss eləmişik. Bu bizim millətçilik ruhu olmamaqdır. Və deyir ki, düşmana qarşı hər hangi bir duyğu bəsləməməkdir. Əskərliğin bir şeyi budur. Sən ki, deyirsən, mən Azərbaycan əskəriyəm, Farsa və Farsın adamlarına ki, sənin məmləkətində idarə edirlər sənin millətuf, ustandar, fərmandar, imamcümər, sipapasdaran, nə bilim, kimlərvi idarə eləyənlər, filan. Bunlar hamısı düşmənivin adamlarıdır. Səni idarə eləmək üçün, səni düşmənə baş əydirmək üçün sənin üstünə qoyulubdur. Son tutsu deyək ki, son tutsu görək nə deyir? Bu kitabı yazan, əsli kitabı yazan görək nə deyir? Savunmada başarılı olanlar torpaqların tüm dərinliklərinə saklanıla bilir, saldırıda başarılı olanlar isə göçlərin ən yüksək katmanlarında manevra yapa bilir. Bu əcib sözlər deyir, çox cəlibdir. Deyir ki, sonuncusu deyir ki, savunma müdafiə. Ərəbcə sözdür, türkçəsi savunmaqdır. Müdafiədə başarılı olanlar, müvəffəq olanlar kimdirlər? Torpağın, biz torpaq deyirik, çox şeylərdə hərfləri dalı-qabaq deyirik da, bilirsiniz. Elə adamlar da o cür sözdürlər. Körpü, köprü, torpaq, topraq. Bunlar ikisi şeydir. Bunlar topraq deyir, biz torpaq deyirik. Biraz burada fərqimiz görünür, amma ikisi də düşünür bir-bir. Deyir ki, başarılı olanlar toprağın tüm dərinliklərinə sakınlana bilir. Girə bilir. Saklanmaq, saplanmaq, gizlənmək, saxlanmaq dedik burada. Bizdə xıdır, bunlarda xıdır. Saxlana bilir. Yəni toprağın hər nə dərinliyinə özün gizləyə bilər. Savunan adam. Mən özümü müdafiə eləmək üçün gizlənirəm torpağın altında. Qalıbdır ki, nə qədər aşağıya gedəm ki, düşmən təşxis verməsin mənim orada olmağımı. Saldırı həmlə, təhacüm. Saldırıda, təhacümda başarılı olanlar isə, onlar ki, başarılıdırlar, müvəffəqdirlər həmlədə, hücumda, onlar nə mənadır? Göçlərin ən yüksək, göy deyirik biz. Göçlərin, farsça asman, göylərin ən yüksək katmanlarına, katman olur təbəqə, bölüm. Göçlərin ən yüksək bölümlərinə manovra yapa bilər, orada manovr verə bilərlər. Deyir, yəni məcbur olsa gərək o adam ki, həmlə eləyir, məsələn, indi bir iddə bir şeylər düzəldəcək ki, orada manovra verə bilsin.
Diqqət buyurun, bu o zamandır ki, Çinlilər bu indi barut deyirlər də, barutu o zaman düzəldiblər. Bunu fişək kimi atırlar, göyü yandırır, düşməni qorxurdur, falan bəhman. Bunlar o göydəki manovranı deyir. Yəni bunlar o, yəni imkanlarla ki eləyə bilərsən, düşmənin üstündə, başının üstündə huzuruvu göstərəsən. Bu sözünün davamında bu şəkildə kendilərini koruyaraq kəsin zəfərə ulaşırlar. Deyir, bu şəkildə, yəni ya yerin altında gizlənə, əgər difadadır, ya əgər həmlə edir hər yerdən, yəni göydən ki, qədim insanlar təyyara yox idi ki, yəni imkansızı imkanlı eləmək. Zəfər üçün imkansızı insanlar utanmırdılar. Amma deyir ki, zəfər üçün sən məcbur olsan, üşməlisən, dağdan hop bulmalısan, hər nə etməlisən, onu deyir. Yəni, bu şəkildə kendilərini koruyaraq, özlərini qorumaq halında, qorumaq halında kəsin zəfərə ulaşırlar. Yəni, kəsin, yəni mütləq. Mütləqa zəfərə gedərlər. Zəfər dediyi nədir? Qazanmaq. Kazanırlar. Qeyb etmək, qayb etmək, əldən vermək də o şikəst yeməkdir. Uduzmaq da eyni halda. Bu da o. Bənzər yansımayı ticarət deyimlərində də görə biliriz. Deyir, bənzər yansıma təqlid, görsənmə. Buna bənzər tayları da, görsənmələri də, təqlidi halətləri də ticarət deyimlərində, yəni ticarət işlərində, təcrübələrində, deyim təcrübə də olur, təcrübələrində də görə bilərik. Görə biləriz, əlaməti cəmdir. Yəni, hamımız görə bilərik, bizim türkçədə. İyi tüccar hazinələrini saxlayaraq heç bir şey yokmuş gibi göstərir. Deyir, diqqət buyurun dostlar, görün nə deyir. Deyir, iyi bir tüccar, yaxçı bir tacir, ticarət eləyən, çox ticarət eləyən əlbəttə, xəzinələrini, bizdə xəzinədir. Xız sözü Türkiyədə xığın yerinə oturur. Xəzinələrini, yəni xəzanələrini saxlayaraq, yəni gizlədərək, heç bir şeyi yokmuş gibi göstərir. Diqqət buyurun, deyir ki, gizlədərək, elə görsədər ki, heç bir şeyin yoxdur. Diqqət buyurun, görün nə söz deyir. Deyir, bir tacir ki, dünya ilə alver eləyir, çox güclüdür. O, buna görə ki, malı əlindən çıxmasın, özün onu gizlədər, malın xəzinəsini gizlədər ki, o birisi insanlara bu mesajı versin, düşmənlərə bu mesajı versin. Onlar ki, bunun malında tamahı var, istəyirlər, bunu öldürərlər, malını götürürlər, desin, mənim yoxumdur. İndi siz bunu siyasətdə görün. Biz düşmənə nə mesaj verməliyik? İyi bir tacir, bir də oxuram, iyi tüccar hazinələrini saxlayaraq, gizləyərək, heç bir şeyi yokmuş gibi göstərir. Heç bir şeyi yokmuş gibi nümayiş verir. Göstəri bilirsiniz, nümayişdir, göstərir, yəni nümayiş verir, göstərir. Ya da bir ayrı misal vurur, Tutsu deyir ki, iyi usta iz bırakmaz. İyi bir usta rəddi, nişanı ötürməz. Diqqət buyurun. Siz bir əlamət görürsünüz ki, vəzir amuzşər, vizarət ali, o, bu, hamısı deyir ki, türk dili olmaz. Mədrəsələr türk dili danışmayın, filan. Bu izdir. Bunu siz buraxmayacaqsınız. Nə deyirlər desinlər, əslin dedi, biri çırıqlı bir yerdə dedi. Pəs iyi usta, iyi mütəxəssis, iyi düşüncə adam iz bırakmaz. Tapdığı bir nişanəni, bir əlaməti, iz əlamət dəstində, ayaq rəddi. Qarda, palçıqda yeriyirsiniz, ayağınızın, atınızın ayağı, heyvanınızın ayağı, maşının ayağı, fikrinizin nişanələri qalır. Mən bir mətləbi bir nəfərdən oxurum, görürəm ki, bu adam Azərbaycancılıq edir. Amma hər gələni casusluğa müttəhəm edir. Hər gələnə söyüş deyir, savaş deyir. Olmaz.
Burada bir irat var bizim işimizdə. Pəs ya düşməni biz görürük, onun izlərin buraxmamalıyıq. Yəni yadımızdan çıxartmamalıyıq. Bir dənə şirin söz deməklə biz yadımızdan çıxartmayaq ki, hə, Farsların məmləkəti kullen otuyor, o tutsun yansın. Bizə nə? Biz əslən onu cəşn tutmamalıyıq, ya şey eləməməliyik. Biz özümüzü qorumalıyıq. Bu deyimlər həm söz deyimləri, yəni bu sözlər şimdi dedi, həm də təcrübə hesab olur. Təcrübələr ta o kalsığının klasiğinin üzrə, ta o klasiğinin və gələneksel uzaq doğu döyüş sanatının ilk görənciləri olan Zen Budistlərincə kendi sanatlarını ifade etmək amacıyla benimsemiştir. Deyir ki, bu deyimlər şimdi misallar ki vurduq buracan, bunlar ta o düşüncəsinin klasik, qədimi, əski düşüncələridir və gələneksel olaraq, yəni rəsm rusumla gələrək, gələneksel bilirsiniz, yəni gəlməkdə, gələneksel, bizə tarixdən gəlibdir. Bunlar sinədən sinəyə, uzaq doğu şərqə dur ərəbcə. Uzaq doğu savaş sənətinin şeyləridir bunlar. Təcrübələrinin sonucudur. İlk öğrenciləri olan o uzaq doğunun ilk öğrenci ne demək? Tələbə ya öğrenci ya danışanımız ya danışçı, hər nə desək, öğrenci hər halda, öğrenənlər. Olan kimdiler o ilk öğrencileri uzaq doğunun ta o düşüncəsinin ilk öğrencileri kimdi? Zen adlı bir fəlsəfə, bir düşüncə tərzidir. Zen Budistlərincə. Budistlər için, Budaitçilər için Zenə etiqadları var. Onlar kendi sanatlarını, öz hünərlərini, sanatlarını, kendi yani özünün sanatlarını ifade etmək, ifade yani onu bəyan etmək, dilə gətirmək, faydasını göstərmək üçün etmək amacıyla benimsemişdilər. O hədəfə ki, öz düşüncələrini deyə bilsinlər, uzaq doğunun düşüncələrin, ta o düşüncələrin mənimsəmişlər, dəruni kərdi ənd farsça. Mənimsəyiblər, deyiblər, mənimdir. Özlərinə çıxıblar. Buna da deyirlər nə mənə? Bunun bir farsça, ərəbcə bir söz var buna. Musadiriye bi mətlub. Ərəbcə sözdür, farslar da işlədirlər. Musadirə bi mətlub olub bənimsəmək. Bənimsəmək musadirə bi mətlubun türkçəsidir. Ta o yasalarında siyasi örgütlənmənin gərək sivil, gərəksə əskeri yönləri ilə ilgili yazılar bulunmaktadır. Ta onun yasalarında, yasal kanun, ta o düşüncəsinin kanunlarında siyasi örgütlənmə, örgüt, təşkilat, sazman, türkçəsidir. Təşkilat və sazman ərəbcədir, hizb də ərəbcədir. Bu üçünün türkçəsi örgütdür. Örgütlənmənin, yəni təşkilatlanmanın gərək sivil, yəni örgütlənməni bölür. Sivil yəni latincə sözdür. Yəni siz mən. Çünki biz ordu adamı deyilik. Sivil yəni ordu olmayan, ordu üzvü olmayan, əskər olmayan, nizami olmayan adama sivil deyilir. Örgütlənmənin gərək sivil, gərəksə əskəri ya da əskəri təşkilat. Əskəri təşkilat yəni ordudur. Ordu bilir ki, əslən bir örgütdür, çox ciddi nəzmi tərtibi vardır. Özünün bir üstdən aşağı bir silsilə məratibi vardır. Və sivillərdə də bu cür qurulur hizblər, təşkilatlar. İlgili yazılar bulunmaqdadır. Ta-oda bu örgütlənmə, təşkilatlanma, ya
ordu şəklində ya qeyri-ordu şəklində, yəni sivil paltarla bizim kimi məmuli adamlarla deyir, bunun haqqında qanunlarında yazılar var. Bulunmaqdadır. Yəni bu yazılar ələ gəlibdir. Bilirik ki, bu yazılar var. Savaşan əyalətlərin dramatik sonunu takibən iktidara gələn Han hanedanının başlarında yazıldığı bilinen və ta o klasikləri arasında önemli bir yerə sahib olan Huan efendileri Huainan Tuzu adlı kitapta bir tam bölüm savaş sanatına temel öğelerini oluşturan Taoist savaş bilimine ayrılmıştır. Bir dənə kitab yazılıbdır. Deyir ki, o kitabda bu şeyə yer verilibdir ki, nədir təşkilatlanmaq lazımdır. Yəni bu kitabda da onun haqqında danışacaq ehtimalı. Deyir ki, savaşan əyalət bilirsiniz, ərəbcə sözdür. Türkcəsi, bir ayrı ərəbcəsi məmləkətdir. Mən dünən bunu məşrutə qanun əsasında oxurdum. İranı məna eləyəndə İran nədir? Deyir ki, əyalətlər, vilayətlər və bir dana da bir söz işlədir. İndi o yadıma düşmədi. Təəssüflə zehnimdə yekan kimi bir şeyli var, amma yəni coğrafi bir bölümlərə bölür. Deyir ki, bu türdür. Və sonra da əyalətləri məna eləyəndə bu haqda biz danışmalıyıq. Yəni bu çox gözəl bir şeydir. Mən dünən qanun əsasından diqqətlə bunu çıxartdım. Deyir ki, hər əyalətin özünün müstəqil dövləti var. Vilayət ola bilər, müstəqil olsun, mərkəzi dövlətə bağlı olsun, ya bir ayrı əyalətə bağlı olsun. Yəni, onun istiqlalı məşrutdur ki, onun hakimin mərkəz göndərir, ya bir ayrı əyalət qoyur. Buna görə, hər halda deyir ki, əyalətlərin dramatik yəni acımalı sonunu takibən, sonu nəticəsini təqibən. Deyir ki, yəni bu savaşda olurdular, bəzi əyalətlər və bunlar acımalı bir vəziyyət keçirdirdilər. Acı, yəni adam çox ölürdü, əsir olurdu, filan olurdu, qarət olurdu, yanırdı filan bəhman. Sonunu, onların son, yəni nəticə, son, axır. Bir şeyin sonu, axiri. Sonunu, sonuc da bu sözdəndir də, yəni nəticəsini təqibən, yəni onu təqib eləmək, ərəbcə sözdür. Təqib, yəni dalısından getmək, iqtidara gələn, iqtidar hakimiyyət. O adam ki, hakimiyyətdədir, buna deyilir iqtidar. Məsələn, indi İranda bu şeylər, fürsətçilər hakimiyyətdə, iqtidardadılar. Çünki bunlar dünənəcən deyirlər, biz ədalət, iş, filan, bəhman. Bu günləri görürük ki, onların dövrəsində işə çıxan kimi hər şey onlar istədiyi kimi getsə də, amma onlar istədiyi deyil, dedikləri deyil. İndi bu gələn kimdir? İqtidara gələn Handəninin X yerinə işlənir. Han bizdə xandır. Xanıdan da Handan deyirlər bunlar. Xanıdanın başlarında bu xanıdanın, bu dudumanın, bizdə fikirəm duduman sözüdür xanıdan yerinə. Dudumanın başlarında, yəni üstündə yazıldığı bilinən, bu xanıdanda yazıldığı bilinən və ta o klasikləri arasında önəmli bir yer sahib olan nədir kitabın adı? Huan Efendileri adında bir kitap yazılıbdır. Huan Efendileri. Yəni bu bir Çini adlı da Huan. Bunun indi türkçəsi o
Çincəsi nədir o kitabın? Huan əfəndilərinin çincəsi ki, nədir? Deyir ki, Huai nan tuzu. Belə bir ailə var orada. O Dudman var. Adları kitabda, belə bir adlı bir kitabda nə vardı? Bir tam bölüm, bir bütün bölüm, yəni bir fəsl, indi İranda bir fəsl deyirlər. Tam bir bölüm savaş sənətinin təməl üyələrini burada olacaqdır. Yəni təməl üyələrini oluşturan ta o savaş bilimini ayrılmışdır. Bu bilimə ayrılmışdır ki, nədir bunların üzvlərin gətirsinlər, desinlər. Dostlar, o birisi səhifəyə keçirik və bu yazının davamı vardı. Umarım ki, biraz da fikirəm keçibdi, amma baxaq görək ki, harda qurtuldu. Savaş sanatında stratejinin anlaşılmazlığı ən önəmli ünsürdür. Dostlar, buna diqqət buyurun. Əgər strateji, ya fəlsəfə, ya düşüncə rahat olsaydı, hamı filsof olardı. Onu deyir. Deyir ki, savaş sanatında, savaşmaq hünərində stratejinin anlaşılmazlığı, stratejinin anlamağı rahat deyil, beləsi deyil, qolay deyil. Stratejinin anlaşılmazlığı, onun anlaşmaq imkanı, onu anlamaq imkanı ən önəmli ünsürdür. Yəni, anlaşılmazlığı mənfi deyil burada. Yəni, onun düşünmək haqqını, elə o stratejini elə hazırlayacaqsan ki, hamı rahat düşünsün. Əgər mənfi olsaydı, gəlirdi anlaşılmamazlığı. Amma tüm mənfi deyildir, anlaşılmazlığı, yəni onun anlaşmaq potansiyeli ən önəmli ünsürdür. Ünsür ərəbcə sözdür, ən önəmli şeydir, ən önəmli təməldir. Bəs bir stratejinin ən önəmli təməli nədir? Onun anlaşılmaq gücü. Nə qədər onu rahat anlaşılırıq. Bu onun önəmlidir. Duruş bəlirsiz, hamilələr öngörülməz olunca, üzr istəyirəm, duruş bəlirsiz. Yəni, sizin duruşuz, yəni mövqeyiyyətiz, fikriniz, siz deyir ki, mövzecili də, mövzecili farsça deyilir. Yəni, sizin duruşuz, burada nə mövze tutursunuz Azərbaycanla farsının əlaqəsində, burada duruş, bəlirsiz olursa nə olar? Hamilələr, o adamlar ki, bir fikir daşırlar. Hamilə yəni bir şeyi daşıyan. Niyə bir xanıma hamilə deyirlər? Ərəbcə sözdür. Çünki qarnında bir uşaq danışır, həml edir. Hammal da bundandır da, yəni o adam ki, çox daşır. O da hambal sözü də bundandır. Hamilə də eyni hambal kimidir. Yəni bir şeyi daşır qarnında. Hamilələr, yəni o adamlar ki, bir fikri, bir düşüncəni, bir şeyi daşırlar. Öngörülməz. Onlar deyir ki, gərək bu fikri daşıyan insanlar, hamilələr, yəni bu fikri daşıyan insanlar, fəlsəfəni, strateji daşıyan, öngörülməz. Onların işləri qabaqdan təxmin edilə bilməli gərək olsun. Yəni imkansız olsun onlara təxmin eləmək ki, bunlar nə iş görəcəklər? Stratejini daşıyanlar. Stratejini, hamilələr, yəni stratejini burada bu cümlədə. Hamilələr, yəni stratejini daşıyan insanların rəftarı, düşüncəsi, əməlkərdi şeyi qeyri-qabili təxmin olsun. Onları öngörülməz olsun. Öncədən onların fikrin, düşüncün təxmin vurmaq imkansız olsun. Hamiləyə hazırlıq yapmaq imkansızdır. O adam ki, bir fikir daşıyır, amma onu heç kəsə bilindirmir və heç kəsə onu təxmin vura bilmir, ona hazırlıq yapmaq imkansızdır.